Bismillahirrahmanirrahim. Değerli izləyicilər, Vəhabi firqəsinə mənsub olan bu tək deyil Vəhabilərin və Nurçuların əqidəsi budur ki, güya Şiyələr Peyğəmbər sahabələrini söylürlər, Peyğəmbərin zövcəsini təhqir edirlər və s. Bu insanların məkirli mövqeylərini sizə təqdim eləmək istəyirəm. Bunlar yalan mənbələrə istinad eləyir və belə də ki, əhl-i sünnə mənbələrindəki hədislərə istinad eləyib səhabələrin və Peyğəmbər zövcələrinin mənfi obrazlarını şiyyələrə bağlayıb canlandırmağa çalışırlar. Amma mən sizə bir söz deyirəm ki, bu insanlar, məxsusən bu Vəhabilər və Nurçular ki, Əhl-i Beyt tərəfdarlarını, Peyğəmbərin zövcəsini təhqir etməkdə ittiham eləyirlər. Amma bunlar həmən şəxslərdirlər ki, Peyğəmbərin zövcəsi, möminlərin anası Ayşə xanımı öldürən Muaviyyəyə həzrət deyirlər, onu möminlərin dayısı adlandırırlar. Bilirsiniz ki, baxmayaraq ki, Cəməl müharibəsində Peyğəmbərin zövcəsi olan Ayşə Əliyə qarşı çıxmışdı. Əli onun ehtiramını gözləyərək hörmətlə Mədinəyə geri qaytardı. Amma Muaviyyə bir quyu qazdırıb, nizələri ora taxdıraraq üstünü örtdürdü və Ayşəni itələyib ora salaraq onu öldürdü. Bu insanlar Ayşənin qatilinə həzrət deyirlər. Ayşəyə Ummul Müminin deyən şiyyələrə din düşməni deyirlər. Heç bir müstəydimiz, heç bir mərci təqlidimiz, sahib nəzərimiz, mühəddisimiz heç zaman Peyğəmbər zövcələrinə qarşı bir kəlmə olsun mənfi fikir söyləməyiblər. Var, buyursunlar, mənbə göstərsinlər. Şiyyə mənbələrində belə bir şey yoxdur. Yəni bu fitnəçiləri də siz tanıyın.